İrlandiya, Atlantik Okeanın üzərində şimal-qərbi Avropada yerləşən və Avropanın ən inkişaf etmiş ölkələrindən biridir. Ölkənin ümumi ərazisi 70,273 min kvadrat kilometrdir. Hal-hazırda İrlandiyanın əhalisi təxminən 5,3 milyon nəfərdir. İqtisadi göstəricilərə görə İrlandiyada bir nəfərin illik orta gəliri 53 min avro təşkil edir ki, bu da Avropanın ən yüksək göstəricilərindən biridir. Tarixi baxımdan İrlandiya İngiltərə ilə uzun müddət davam edən münaqişə və müharibələr səbəbilə 19-cu əsrə qədər iqtisadi cəhətdən ciddi çətinliklər yaşamışdı. Lakin 20-ci əsrin ortalarından sonra Avropa İttifaqına üzv olması və düzgün iqtisadi siyasətləri nəticəsində İrlandiya bugün Avropanın ən güclü və ən stabil iqtisadiyyatlarından birinə sahibdir. İrlandiya əsasən düzənlik relyefə malikdir. Ölkədə nadir hallarda dağlara rast gəlinir. Ən məşhur dağ silsilələri Vikolo, Kerry və Meylo bölgələrində yerləşir. Bu bölgələrə səfər etdikdə yolların bitdiyi yerdən etibarən başlayaraq sonsuz yaşıl çəmənliklərə şahid ola bilərsiniz. İrlandiyanın təbii quruluşu qorunub saxlanılır və il boyu yaşıl qalan bitki örtüyü xüsusilə kənd təsərrüfatı və heyvandarlıq sahəsində əhalinin əsas dolanışıq vasitəsi olaraq qalır. Eyni zamanda İrlandiya texnologiya və innovasiya baxımından da Avropanın öncül ölkələrindən biridir. Facebook, Google, Twitter, eBay kimi dünya miqyaslı texnologiya şirkətləri İrlandiyada fəaliyyət göstərir. İrlandlar ölkələrini Avropanın Silikon vadisi kimi tanıdıb və dünyanın müxtəlif ölkələrindən yüksək ixtisaslı insanları özlərinə cəlb ediblər. Həm yerli, həm də xarici işçi qüvvəsi ilə İrlandiya bugün dünyanın ən perspektivli və müasir cəmiyyətlərindən birinə çevrilib. Sosial dəyərlər baxımından İrlandiya həm mühafizəkar, həm də müasir cəhətləri bir arada daşıyır. Uzun illər ölkədə abort qanunla qadağan edilmişdi, lakin 2018-ci ildə keçirilən referendumdan sonra məhdudiyyətlər ləğv edildi. Maraqlı məqamlardan biri də budur ki, İrlandiya eyni cinsli şəxslərin evliliyini qanuni olaraq tanıyan ilk ölkələrdən biridir. 2015-ci ildə keçirilən ümumxalq səsverməsi nəticəsində bu hüquq rəsmiləşdirilib. İqlim və yaşayış baxımından İrlandiyada tez-tez günəşli hava ilə qarşılaşmaq olur. Halbuki Avropanın bir çox şəhərlərində hava tez-tez buludlu və yağışlı olur. Bu həm təbiətin gözəlliyi, həm də ölkədəki sosial harmoniya və sakit həyat tərzinin göstəricisidir. Hər il minlərlə beynəlxalq tələbə bu ölkəyə təhsil üçün gəlir və bu da İrlandiyanın multikultural və tolerant cəmiyyət olduğunu sübut edir. İrlandiya dünyanın ən sosial və mehriban ölkələrindən biridir. Avtobusa mindikdə sürücünün sizə gülümsəyərək good morning deməsi, küçədə tanımadığınız insanların sizə səmimi salam verməsi bu ölkədə insan münasibətlərinin nə qədər isti olduğunu göstərir. Yerli xalqın qonaqpərvərliyi və daima müsbət münasibəti İrlandiyanı yaşamaq, oxumaq və işləmək üçün ideal ölkəyə çevirir. Sonda onu qeyd edim ki, İrlandiya 1973-cü ildən bəri Avropa Birliyinin üzvüdür, lakin Şengen zonasına daxil deyil. Bu səbəbdən ölkəyə səfər etmək üçün İrlandiyaya xüsusi viza tələb olunur. Yəni Şengen vizası ilə İrlandiyaya giriş mümkün deyil. İzlədiyiniz üçün təşəkkür edirəm. Siz də İrlandiya haqqında bildiyiniz ən maraqlı məlumatları şərhlərdə yaza bilərsiniz.
Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.